Uşaq nə bilir ki, hicab nədir? Məcbur eləməyin də, qoy böyüsün, özü istəsə bağlayar. Qadınların açıq, çılpaq gəzməyinə şiddətli şəkildə dəvət aparanların içində yaşayırıq. Necə olur, məsələn, sən səhər-səhər uşağı yuxudan durğuzursan saat 6-da və ya 7-də, dünyası üçün göndərirsən məktəbə, yazığın gəlmir, ona rəhm eləmirsən. Mən həm dünyası, həm axirəti üçün ona Allaha ibadət eləməsini öyrədəndə mənə deyirsən, mən zalımam, sən zalım olmursan. Mən uşağa zülm eləyirəm, sən zülm eləmiş sayılmırsan. Yox. Bu ədalətsizlikdir. Sən ehmalı almalı deyirsən ki, qoy böyüsün, mən ona deyərəm. Alimlər deyirlər ki, Muhammed sallallahu aleyhi və səlləm İbn Abbasa bu nəsiyyət eləyəndə ki, Allahı qoru, Allah da səni qorusun, hələ o başa düşmürdü söhbət nədən gedir. Lakin Muhammed sallallahu aleyhi və səlləm onun gələcəyini fikirləşdi ki, o bir rəz kəsəndən sonra başa düşəcək. Və başa düşdü, ümmətin böyük adamlarından oldu. Quranın tərcümanı deyirlər ona. Hicab bağlaması qadına Allahın əmridir. Yəni mən məsələn bu gün ailəyə deyirəmsə hicab bağla, uşağa deyirəmsə namaz qıl, bunu mən demirəm. Rəbbim 7 qat göyün üzərindən ayələr nazil edib. Və mənə dedib ki, onları öyrət. Və mənə bildirib ki, qiyamət günü səndən soruşacağam.